Salam əziz abituriyentlər, bu videoda fizika ümumi sınaqlar toplusundan sınaq 13-cü izahına baxırıq. Birinci sualdan başlayaq. Balondakı qazın yarısını buraxsaq, balondakı qazın həcmi necə dəyişir? Qazlar olduğu qabın bütün həcmini tutur, yəni balonun qazı buraxsaq təzyiqi azalacaq, ancaq balondakı qazın həcmi yenə eyni həcmi tutacaq, yəni bütün balon boyu yayılacaq. Ona görə cavab burada E variantı olar. Yəni dəyişməz. Amma təzyiqi azalar. 2. Eyni istiqamətdə hərəkət edən cisimlərin K-nın elə nəzərən sürəti sağa doğru 2v-dir. Buna əsasən K-nın yerə nəzərən sürətinin neçə v olduğunu təyin edir. Yəni ki, VK-nın elə nəzərən sürəti VK minus V. Bizə verilib ki, bu bir-birlərinə nəzərən sürət 2v-dir. Və el cisminin sürəti verilib. Yəni VK minus 3v bərabərdir 2v-dirsə, onda VK bərabərdir 5v olar. Yerə nəzərən sürəti 5v. Yəni cavab A variantı olar. 3. Sürüşmədən diyirlənən diskin B nöqtəsindən yerə nəzərən sürətinin A nöqtəsinin yerə nəzərən sürətinə olan nisbətini tapın. Qəbul edək ki, V sürəti ilə hərəkət edirlər. Onda A nöqtəsi yerə nəzərən sürəti V, B nöqtəsinin ikili istiqamətdir. Deməli, burada X oxu qəbul edək yerə nəzərən V və aşağıya doğru Y oxunun əksinə 1V sürəti var. Yəni bu diyirlənirsə, bu cisim sürüşmədən diyirlənirsə, həm yerə nəzərən füqi istiqamət, həm də şarqlı istiqamətdə V-nin toplananlarını yazmalıyıq. Onda B nöqtəsinin yerə nəzərən yekun sürəti kök altda 2V-dir. Və bizdən B nöqtəsinin yerə nəzərən sürəti, yəni kök altda 2V bölək A nöqtəsinin yerə nəzərən sürəti V deməli A nöqtəsi deməli 2V qəbul edir. Çünki R nöqtəsi O nöqtəsini V qəbul edir ki. Bu nöqtədə V qəbul etmişiksə, deməli A nöqtəsi 2V olar əslində. Və kök altda 2 böl 2 almış olacaq. Yəni biz yerdən R məsafəni bu məsələnin şərtinə belə baxaq. O nöqtəsinin yerə nəzərən sürətini V qəbul edək. Onda A nöqtəsi 2V, B nöqtəsinin füqi toplananı V, aşağıya da Y oxunun əksinə V və yekunda yerə nəzərən kök altda 2V olar. Cavab B variantı olar. 4. Mayeyə batırılmış R radiuslu kürəyə təsir edən Arximed qüvvəsi F-dir. R bölü 2 radiuslu kürəyə təsir edən Arximed qüvvəsi nə qədər olar? Tam batırılıbsa mayeyə, yəni F Arximed bərabərdir. Rho maye, V batan, J qəbul etsək, bu da cismin özüdür. Və kürə şəklindədirsə V bərabərdir 3/4 pi R kub. R kubu ilə düz asılır. R 2 dəfə azalarsa 8 dəfə həcmi azalar. F bölək 8 olar. Yəni C variantı. 5. Aşağıdakılardan hansı beynəlxalq sistemdə əsas vahidlərdir? Maddə miqdarı mol, amper və saniyə. Bunlar əsas 7 vahiddən biridir. 1, 3 və 5. 6. 3 kiloqram dəmirin sıxlığı rhoya bərabərdir. 6 kiloqram dəmirin sıxlığını hesablayın. Sıxlıq maddənin növündən asılıdır. Həcmdən, kütlədən asılı deyil. Ona görə cavab D variantı. Sıxlığı dəyişməz. Yəni eyni maddədirsə, bu istənilən kütlədə eyni sıxlığa malik olacaq. 7. Rezin çubuğun sərtliyinin onun en kəsin sayısından asılı qrafiki hansıdır? Sərtlik K bərabərdir. Y S bölə Y0. Həndəsə ölçülərindən və Young modulundan, yəni maddənin növündən asılıdır, materialın növündən və S də düz asılı olur. B variantı. 8. 2 kiloqram kütləli maddi nöqtə çevrə boyunca 1 metr saniyə sürətlə hərəkət edir. Radiusun dönmə bucağının, yəni Fi bərabərdir 360 dərəcə 2pi olduqda cismin impulsun dəyişməsi. Yəni tam bir dövr başa çatır. T bərabərdir bir periodda. Delta V bərabər idi 0 idi. Onda P delta P ilə bərabərdir 0. Yəni çevrə üzrə 4/1, 4/3, 2/1 periodlar ərzində sürət və yer dəyişmələr tərsinə aiddir bu. Misal üçün sürət V 2/1 periodda delta V bərabərdir 2V idi. Amma tam bir periodda sürət dəyişməsi delta V bərabərdir 0 idi.
Onda deməli impulsda delta P bərabərdir 0. Impulsun dəyişməsi. Impulsun özü yenə sabit mv olur. Yəni P bərabərdir mv. Bunu qarışdırmayaq. C variantı olar. 0. 9. Vakuum diodunun voltamper xarakteristikası hansıdır? Burada B variantı düz gəlir. Deməli, voltamperin vaxt xarakteristikasına görə bu formada olur. 10. Alfa zərrəcik helium-2,4, proton P1 maqnit sahəsində eyni sürətlə çevrə üzrə hərəkət edir. Tədillərin nisbətini hesablayın. Tədilləri A bərabərdir QV bölək M. Onu da A alfa üçün yazsaq, Q'su 2QB oldu. V sabit bölək 4M. A proton üçün yazsaq, QBV bölək M. Bunların nisbəti 2QBV bölək 4M vuraq M bölək QBV. Yəni bu A alfa bölək A proton. 2-də 1 olar. Yəni 0,5. B variantı. 11. Sabit cəryan dövrəsinə cəryan şiddətinin xarici müqavimətdən asılı qrafik verilmişdir. Mənbənin daxili müqaviməti 1 ohm olduğunu bilərək, onun elektrik hərəkət qüvvəsini hesablayın. Tam dövrə üçün ohm müqavimətində I bərabərdir. Epsilon bölək R xarici müqavimət üstə gələk kiçik daxili müqavimət. Burada bizə I-nin I qısa qapanma cəryanı verilib, maksimum bu hissə. Bərabərdir epsilon R-dir. Çünki I bərabərdir epsilon bölək R. R bərabər kiçik R. Çünki R bərabər xarici müqavimət 0-a bərabər olanda qısa qapanma cəryanı. Yəni biz buradan daha doğrusu epsilon bərabərdir R. Buradan epsilon elektrik hərəkət qüvvəsini təyin edə bilərik. I-10 daxili müqavimətimiz 1. 10 volt. Yəni epsilon bərabərdir 10 volt. Elektrik hərəkət qüvvəmiz 10 volt olur. 12. M kütləli cisim H hündürlükdən sərbəst düşür. Hansı hündürlükdə potensial enerji kinetik enerjinin 3 dəfə böyükdür? Bizim tam enerjimiz maksimum hündürlükdədir. mg böyük H yazırıq. Yəni Y potensialın maksimum qiyməti Y tamdır. Bu da bərabərdir. Potensial enerjinin müəyyən hündürlükdə mgh qəbul etsək və potensial enerji kinetik enerjinin 3 dəfə böyük olursa, üstə gələk Y kinetiki Y potensialdan 3 dəfə kiçik göstərmək üçün mgh bölək 3 yazırıq. Yəni bu potensial enerji kinetik enerji ondan 3 dəfə kiçik. Və mgh maksimum hündürlük bərabərdir 3-də 4 mgh. Mg'lər ixtisar gedir. H bərabərdir 3-də 4 kiçik, yəni olduğu hündürlük. Hansı hündürlükdə dediyinə görə H da bərabərdir 4-də 3 maksimum hündürlüyə hasil. Cavab A variantı olar. 13. Bir cismin iki fərqli mayeədəki vəziyyətləri göstərin. Mayələrin sıxlıqlarının nisbətini hesablayın. Biz bilirik ki, mayədə üzmə şərtinə görə ρ cismin ρ mayeyə nisbəti V batanın V cismə olan nisbəti kimidir? Yəni bu formada mayenin müəyyən hissəsində üzürsə, daxilində yox, səthində qalxaraq müəyyən hissəsi bataraq üzür. Burada biz cismin sıxlığını ifadə edək. Belə yazacağıq. Rho cisim bölək rho A vuraq bərabərdir V batan bölək V cisim. Biz buradan rho cismi ifadə edək və yaxud da ki rho A-nı ifadə edək. Çünki bizə rho mayələrin nisbətini soruşur. Rho A bərabərdir V cisim rho cisim bölək V batan. Və buradan V cisimimiz 4-dür. Rho cisimimiz olduğu kimi qalır, sabitdir. Və batan hissəmiz fikir versək 3 hissəsi, yəni 4-də 3-ü batıb 3-də 4 rho cisim. İndi B cismi üçün ifadə edir. Rho
B bərabərdir yenə V cisim, rho cisim, V batan. Eyni düsturu yazırıq. Sadəcə burada cisim 4, rho cisim olduğu kimi qalsın. Batan isə 1-dir. 1 həcmdən 4də 1 batır. Ona görə 4 rho cisim olar. Və bizdən nisbəti soruşduğuna görə 4 rho cisim, yəni rho B bölək rho A mayeləri nisbətini 4 rho cisim bölək. Bu da 4 rho cisim. Bu da bizə verir 3. Cavab 3 olar. 14. Verilmiş kütləli ideal qaz VT qrafikindən istifadə edərək P2 böl P1 nisbətini hesablayın. Tangens alfalar verilir. Biz bilirik ki, VT qrafikinə fikir versəz, VT-dən düz asılıdır. Yəni, bu deməkdir, izo verilmiş kütləli sözü də var. P bərabərdir constant. Yəni, izobarik prosesdə. İzobarik prosesdə V bölək T bərabərdir constant. V bölək T konstantdırsa və biz bilirik ki, buradan bucaqlara fikir versəz, V bölək T tangens alfanı verir. Yəni, deməli, burada P2 bərabər tangens alfa 2, P1 bərabər tangens alfa 1 deyə bilərik. Çünki PV bölək T konstantdırsa, onda P bərabərdir. Daha doğrusu T bölək V-ni verəcək bizə. Ona görə biz bunların tərs nisbətini götürəcəyik. Kotangensi götürəcəyik. P tərs verdiyinə görə kotangensi verəcək. Yəni bizə P-lərin nisbətini soruşur da V bölək T-ni sabit qalmağına baxmırıq. Onda P2 üçün. Və yaxud da biz belə eləyək. Bizə tangensləri verildiyinə görə 1 bölək. P2 bərabər 1 bölək tangens alfa 2. P1 bərabərdir 1 bölək tangens alfa 1. Belə deyəcəyik. Yəni 1 bölək tangens alfa olduğuna görə. Və hesablamamızı davam etdirək. Onda P2 bölək P1 bərabərdir tangens alfa 1 bölək tangens alfa 2. Yəni alfa 1-imiz 30 dərəcə. Onda deməli kök altda 3 bölək 3. Alfa 2-miz 60 dərəcədir. Kök altda 3. O da 3-də 1 verir. Yəni A variantı olur. 15. 15-də bir cins elektrik sahəsinin A nöqtəsinin potensialını hesablayın. Potensial Y bir cins sahədir. Konstantdır. Onda U bərabərdir. Deməli, delta P'yə, o da bərabərdir YD-yə. YD-yə. Bizdə 20 ilə 8 bu hissəni bilirik. Yəni 20-dən 12, buranın delta usu, delta P'si 12-dir. 12 bərabərdir. Y var 2D-yə. Onda Y-ni ifadə eləsə, Y sabit olduğuna görə 6D-yə. Daha doğrusu 6 bölək D kimi yaza bilərik. İndi biz bunu A nöqtəsi üçün qeyd etsək və yaxud da bunu birinci ən sadə formada necə edəcəyimizə baxaq. Sonra düsturuna getməyimizə baxaq. 20 ilə 2D-dən dəyişmə 12-dir. Yəni bu hissədə 12-dir. Deməli, D-də dəyişmə 6-dır. Və sahə istiqamətində potensial azalır. Onda 20 plus 6 olar 26. Yəni belə sadə formada tapa bilərik. Ancaq biz bunu necə məsələ kimi həll edəcəyik? A-nın 20 nöqtəsi, yəni phi A minus 20 bərabərdir. Deməli, YD 6 vuraq. 6 bölək D vuraq D, o da bərabərdir 6. Onda phi A bərabərdir 26. Yəni belə də tapa bilərik. Çünki delta phi bərabərdir YD-yə
Buradan da y bərabərdir. Delta fi bölək d. Bu böl d düsturudur da yəni. Yəni həm düsturdan, həm də şifahi şəkildə həll edə bilərik. 16. Maye ilə onun doymuş buxar arasındakı fərqin yox olduğu temperatura böhran temperaturu deyilir. Bir qaydalar qeyd elədik. 17. Detektorlu qəbul edicinin sxemi göstərilmişdir. Pulsasiya edən cəryanın hamarlanması hansı element vasitəsilə həyata keçirilir? Pulsasiya 4-dən keçərək 2-də hamarlanır. 2 elə bir səsləri hamarlayır ki, biz onu daha yəni, sabit tutumlu kondensatorda pulsasiya edən cəryanlar, siqnallar və yaxud da deyə bilər ki, hamarlanır. 18. Şəkildə 5 kiloqram yük F qüvvəsinin təsiri ilə tarazlıqdadır. Buna əsasən F-in neçə newton olduğunu hesablayın. Deməli, 5 kiloqram kütləli cismin aşağı yönəlmiş toplananı mg sinus alfadır. Bu ip vasitəsilə burada T gərilməni yaradır. T gərilmə isə T bərabərdir 2F olur. Onda biz T-ni tapaq. T bərabərdir mg sinus alfa olar. O da bərabərdir 50 vuraq. Sinus alfamız 3 bölək 5'dir. Qarşı katetin hipotenuza olan nisbəti kimi baxırıq. Alfa bucağına görə. 3 bölək 5 bu da bərabərdir 30 newton. 30 newton burası T30'dur. F də bərabərdir T bölək 2 olduğundan 30 bölək 2 15 newton olar. Yəni cavabımız oldu B variantı. 19. Cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Cismə təsir edən əvəzləyici qüvvə hansı intervalda və ya intervallarda gördüyü iş müsbətdir? Əvəzləyici qüvvənin gördüyü iş bir mənalı olaraq kinetik enerjinin artması ilə müəyyən olur. Yəni müsbət olması, kinetik enerjinin artması cismin yeyinləşən hərəkət etməyinə önəmlidir. Yəni burada koordinatın hansı x oxu və x oxunun əksinə olmağı önəmli deyil. 0-dan 1-ə yeyinləşən hissədir. Sonra bu hissə düz xətli bərabər sürətli yavaşlayan təzədən x oxunun əksinə yeyinləşən. Yəni T1, 0, T1, T3 və T4. D variantı olar. Yəni işin müsbət mənfi olmağı, kinetik enerjinin artıb azalmağı və ya hərəkətin yeyinləşən olmağı. Əvəzləyici qüvvə hərəkət istiqamətində olan da yeyinləşir, yəni iş də müsbət olur. Yerin maqnit sahəsinin qüvvə xətlərinin istiqaməti hansı cihazla təyin olunur? Kompasla. Kompas maqnit əqrəbidir və yerin maqnit sahələrinin istiqamətinə dönür. 21. Eyni zaman müddətinə birinci rəqqas 20 rəqs edərsə, ikinci rəqqas neçə rəqs edər? N bərabərdir. Nü T düsturu ilə geçsə, T sabitdir. Nüdən asılılıq. Nü də bərabərdir. 1 bölək 2pi deməli, K bölək N bölək L. Burada L-nin tərsi. Deməli, 9 eləci 9 dəfə azalıb, kök altı 3 dəfə azalıb. Deməli, nü 3 dəfə artıb. Əvvəl N1 nü 0 bıraq T idisə, indi N2-ci halda 3 nü 0 bıraq T 3 dəfə artar. Bu 20, 60 rəqs edər. Yəni, B variantı olar. 22. Dəyişən cəryan dövrəsinə verilmiş induktivli sarğazdakı cəryan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Grafikin hansı nöqtəsinə uyğun anda dövrənin uclarındakı gərginliyin ədədi qiyməti maksimumdur? Dəyişən cəryan dövrəsində induktiv müqavimət və sarğaz birləşdirdikdə, yəni induktiv sarğaz birləşdiyi yaranan induktiv müqavimətdir. Bu zaman deməli, cəryan şiddəti qəbul edək ki, I bərabərli IM kosinus omega T qanunu ilə dəyişir. Bu zaman epsilon bərabərdir. Elektrik hərəkət qüvvəsi mənfi delta L delta I böl delta T idi. Yəni, I-yə görə törəmə alsaq və elə hasili, onda epsilon bərabərdir mənfi deməli L IM omega sinus omega T. Bunlar əks fazda rəqs edirlər. Yəni, elektrik hərəkət qüvvəsi və ya gərginlik cəryan şiddətini pi bölü 2 qədər qabaqlayır burada. Kondensator birləşdirir. Cəryan şiddəti gərginliyi pi bölü 2 qədər qabaqlayır. Yəni, maksimum olması üçün cəryan şiddətinin 0 olduğu nöqtələr 2 və
4 nöqtələrini götürəcəyik. A variantı olar. Yəni E minimum olanda U maksimum olur. 23. Şəkildə verilmiş linzaya görə xəyal məsafəsini tapaq. Deməli, cisim F-dədir. Burada səpici linzadır. Səpici linzada xəyal mövhümü alınır, mövhümü kiçildilmiş düzünə. Biz indi bu ifadə, yəni şəklin üzərində çəkməyəcəyik, birbaşa düsturla həll edək. Səpici linza üçün nazik linza düsturu 1 bölək F bərabərdir. 1 bölək D minus 1 bölək F. Burada bizim fokus məsafəmiz elə F-dir. Mənfi 1 bölək F bərabərdir. Cisim məsafəmiz də fokusun üzərinə düşüb. Yəni 1 bölək F minus 1 bölək xəyal məsafəsi. Xəyalın harda alındığını tapacağıq. Bizə xəyal məsafəsi lazımdır. 1 bölək F bərabərdir. Deməli, 1 bölək F üstə gələk 1 bölək F. O da 2 bölək F. Yəni, F xəyal məsafəsi bərabərdir. F fokus bölə 2. Yəni, fokusun yarısında alınır burada. Bunu çəkək. Buradan şüalar səpilir. İkinci şua buradan keçir. Və xəyal burada kəsir. Yəni, bu hissədə düz F bölək 2-də alınır. Cavab A variantı olur. 24. İşıq vakuumdan şəffaf mühitə keçən dalğanın sürəti və periodu necə dəyişir? Dalğa sürəti V bərabərdir C bölək N. N dəfə azalar. Yəni, mühitin sındırma əmsalı qədər azalar. Period isə dəyişməz. Period tezlik mühitdən mühitə keçəndə dəyişmir, sabit qalır. Rezin qaytanın uzunluğuna ona təsir edən qüvvənin moduluna asılı qraf verilmiş. Rezin qaytanın sərtliyi 150 Newton bölü metr olarsa, qaytanın başlanğıc uzunluğunu tapın. Yəni, F bərabərdir K delta L kimi baxacaq. Delta L-in özü də L minus L0. Onu da gətirib yerinə yazsaq, F bərabərdir K L minus L0. L minus L0 bərabərdir F bölək K-ya. Buradan da L0 bərabərdir L minus F bölək K. O da bərabərdir L-imiz deməli 20 minus F bölək K-mız 10. Yəni F-imiz verilib 15, K-mız 150. Cavab santimetrlədir deyə burada alacağım. Yəni ayrıca hesablayaq. Delta L bərabərdir 15 bölək 150 10 santimetr və 20 minus 10 bu cavabı santimetrlə ifadə etmək və yaxud da bunu burada vuraq 10 üstü 2 ilə yaza bilərdik. O 20 minus 10 10 santimetr olur. Yəni başlanğıc uzunluğumuz 10 santimetr imiş. Uyğunluğu müəyyən edin. Yer səthindən R bərabərdir H bərabərdir R, H bərabərdir 2R, H bərabərdir 4R hündürlükdə qravitasiya sahəsinin intensivliyi necə dəyişir? Qravitasiya sahəsinin intensivliyi J bərabərdir. J0 deməli J M planet bölü R planetin kvadratıdır. J bərabərdir J M planet bölü R plus H-ın kvadratı. Birinci halda R gətirib qoysaq yerinə, yəni J bərabərdir J0 bölək R plus H-ın kvadrat ifadəsində J0 bölək R plus H, R plus R 4R kvadratı olar. 4 dəfə azalar. 1-lər 4 dəfə azalar. Deməli, 1B. İkincidə 2R qoysaq, bu ifadədə, yəni J1 desək, bu J2. J0 bölək 9R kvadratı 9 dəfə azalar. C. Üçüncüdə 4R plus H, R plus 4R plus R 5, 25 R kvadratı qədər 25 dəfə azalır. Bu da D variantı olar.
27. Hansı ifadələr doğrudur? K açarını açdıqda sayğacın aktiv müqaviməti nəzərə alınmır. K açarını açdıqda birinci halda müqavimət R bərabərdir R bölək R tam müqavimət deyək də R bölək 2-dir. 0,5 R. K açarı açılan kimi R tam bərabərdir. Bu R1 deyək də, bu R2 deyək. R olar. Yəni müqavimət artdı. Müqavimət artdısa, buradan keçən cəryan şiddəti azalar. Cəryan şiddəti 2 dəfə azalar, çünki R ilə tərs asılıdır. Cəryan şiddəti 2 dəfə azalar. 1. Fi bərabərdir maqnit sel L idi. L sabit 2 dəfə azalarsa, maqnit sel 2 dəfə azalar. Deməli, W bərabərdir fi kvadratı bölək 2 L ilə getsək və L kvadratı bölək 2 ilə getsək, hər ikisində 2 dəfə azaldığına görə 4 dəfə maqnit sahəsinin enerjisi azalar. 1, 3, 5. 28. Sxemdə verilmiş kondensatorlar batareyasının ümumi tutumunu hesablayın. S2 və S3 kondensatorlar bir-birinə paraleldir. Onda bu isə S2 plus S3 olar. Yəni 50 millifarad. S1 isə bunlara ardıcıldır. Onda S1 vur S və yaxud da 50-50 biz birbaşa sadə yolla gedək. Eyni tutumlu kondensatorlar ardıcıl birləşməsi kimi baxaq. Deməli, bura 50 millifarad tapmışıq. Burada 50 millifaraddır. Ardıcıl birləşəndə S ardıcıl bərabərdir. S bölək N2. Yəni 50 bölək 2. 25 millifarad. 29. Uyğunluğu müəyyən edin. Deməli, fotoeffekt üçün də yalnız intensivlik artır. Yalnız intensivlik artırsa, fotoeffektin birinci qanununa görə tezliyindən asılı olmayıb, yəni doyma cəryan şiddəti tezlikdən asılı olmayıb, intensivlik düz asılıdır. İntensivlik artanda doyma cəryan şiddətinin qiyməti artar. 1B. Başqa da artacaq heç nə yoxdur. Yalnız intensivlik azalar, doyma cəryan şiddəti azalar. A. Yalnız tezlik artır. Tezlik artanda doyma cəryan şiddəti sabit qalır, tezlikdən asılı deyildir. Kinetik enerji və saxlayıcı gərginliyin qiyməti dəyişir. Artırsa kinetik enerji artır, saxlayıcı gərginliyin qiyməti artır. D, Y. B, A, D, Y. 30. Radioaktiv maddənin aktivliyi 80 sutka ərzində 16 dəfə azalır. Bu radioaktiv maddənin yarımparçalanma periodunu sutkalarla hesablayın. Aktivlik A bərabərdir. A0 2 üstü mənfi T bölək periyod T. Yarımparçalanma periyodu. 80 sutkada 16 dəfə azalır. Yəni belə deyək də A bərabərdir. A deməli 16A 2 üstü mənfi T bölək T deyə bilərik. Onu da 1 bölək 16 bərabərdir. 2 üstü mənfi T bölək. Bu T'nin də yerinə 80 yazaq. Çünki zamanı verib. 16-nı yaza bilərik. 2 üstü mənfi 4 bərabərdir. 2 üstü mənfi 80 bölək T'yə. Əmsallar eynidir. Qüvvətlər götürəcək. 4 bərabərdir. 80 bölək T. T də bərabərdir. 20 sutka. Cavab 20 olur. Belə.